Mən fikir vermişəm ki, izləyicilərimiz ən çox pensiyanla, müavinətlərlə bağlı xəbərlər olanda elə gözəl izləyirlər, münasibət bildirirlər. Ona görə də biz də çalışırıq ki, mütəmadi olaraq belə sizlərə bu xəbərləri çatdıraq ki, siz də xəbərdar olun. Necə biz xəbərdarıq? Bəli, müavinət və təqaüdlər artırılacaq. Bilirsiniz ki, keçən il 2004-cü ildə, 2024-cü ildə üzr istəyirəm, çox böyük söz-söhbət yarandı. Hamı narahat idi, kimlərin təqaüdü artırılacaq, kimlərin sosial müavinəti artırılacaq və oldu bu. Amma məsələn, yaşla bağlı pensiyaya çıxanlar var, təqaüdə çıxanlar var ki, onlar əlaqədə 220 manat alır və təbii ki, dövlət başçısı çox narahatdır ki, bunlara da bir diqqət olmalıdır. Pensiya müavinətindən həmişə yüksək olub. Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib, gəlirindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Yəni, pensiya, insan işləyib, vergi verib də, belə deyək də, ona görə də onların pensiyası yaşla bağlı hansı ki təqaüdə çıxanlara var, onların təqaüdü onlardan artıqdır. Əgər dövlət sosial müdafiə fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda onlar sosial yardım məqsədi ilə müavinət verilir. Bəli, Eyvaz İsmailov bildirib bununla bağlı. Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin rəhbəri. Onun sözlərinə görə ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinin yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. 3 ay müddət verilib. Artıq 3 ay tamam olub. Yəqin ki, aprel ayında həmin məbləğə yenidən baxılıb müavinətlər və təqaüdlərin də artırılması gözlənilir və artıq mart ayında 3 ay tamam olub. Və baxılıb, yəqin ki, yaşla bağlı və digər sosial müavinətlər və təqaüdlər inşallah yüksələcək, artacaq.